Olmadım bir ləhzə yarəm, bu vətən mülkündə şah. Ömrüm eksildi günü günden qəmin oldu ziyad. Bir vefa gördüm kime dünyada ettim itimat. Bilmem bu nazenin kimin isteyli yarıdır. Bakı, onun hər daşında bir tarix, hər küçəsində bir nəfəs var. Amma bu şəhərin ruhunu bir insanın qələmi qədər heç kim belə səmimi təsvir edə bilməyib. O, klassik qəzəli saraylardan çıxarıb xalqın dilinə gətirən, meyxananı fəlsəfəyə çevirən ustad idi. Bugün biz müasir qəzəlin banisi, sözün vahidi Əliağa Vahid haqqında danışacağıq. 1895-ci il Bakının Masazır kəndində Dülgər ailəsində bir uşaq dünyaya göz açır. Əsl adı Əliağa İskəndərov olan bu gənc, sonralar seçdiyi Vahid təxəllüsü ilə Azərbaycan poeziyasında təkliyini və bənzərsizliyini mühürləyəcəkdi. Heç kim təsəvvür etməzdi ki, mollaxanada oxumaqdan imtina edən bu gənc, gələcəkdə Füzuli məktəbinin ən sadiq davamçısı olacaq. Vahidin həyatı asan keçməmişdi. O, Bakı Fəhləsi qəzetində işləyir, dövrünün ictimai problemlərini satira ilə qələmə alırdı. Amma onun əsl eşqi qəzəl idi. Mikail Müşfiq, Hüseyn Cavid kimi nəhənglərlə bir dövrdə yaşamaq onun yaradıcılığını cilaladı. Maraqlıdır ki, repressiya illərində hamı qorxu içindəykən Vahid öz sözünü deməkdən çəkinmirdi. Vahid Sovet ideoloji mühitində fəaliyyət göstərsə də, yaradıcılığı bu çərçivələrlə məhdudlaşmırdı. Onun satiralarında millət, din və adət-ənənə kimi mövzulara toxunması, eləcə də meyxana məclislərindəki sərbəstliyi hakim dairələr tərəfindən birmənalı qarşılanmırdı. Bununla belə, Əliağa Vahidin poetik dünyası Sovet qəliblərindən daha çox xalq yaddaşına və klassik poeziya ənənəsinə söykənirdi. Vahidi sadəcə bir şair kimi tanımaq kifayət deyil. Onu sözün cəngavəri edən əsl möcüzə, klassik ədəbiyyatın ən ağır janrı olan qəzəli xalqın anladığı dildə yenidən yazması idi. Vahid, Füzuli ənənələrini 20-ci əsrə daşıyan yeganə körpüdür. O, ərəb-fars tərkibləri ilə yüklənmiş qəzəli təmizlədi. Ona Bakı şirinliyi, xalqın yumorunu və dərdini qatdı. Buna görə də onun qəzəlləri həm toylarda meyxana kimi deyilir, həm də dövlət tədbirlərində muğam üstündə oxunur. Vahidin yaradıcılığı təkcə eşq-məhəbbət deyil, o həm də dövrünün kəskin tənqidçisi idi. Məcmua Şüara ədəbi məclisinin üzvü kimi o cəmiyyətdəki nöqsanları, rüşvətxorluğu və nadanlığı qəzəl formasına saldığı satira ilə qamçılayırdı. Sabir ənənələri onun yaradıcılığında qəzəl libasında yaşayırdı. Oğul, eğer hazırsansa, ürəyin istəyirsə, ardını sən söylə. Təngidir Gönçə dəhanın, gec gəlir avazə söz. Bir sənəmdir nazənin, qoymuş özün nazə söz. Sordum ağzın sirrini hər kimsədən, ey tazə gül, tapmadı, 100 min xəyal etdi bu məxvi razə söz. Olmasa ustad bəzmində sözün, billah qəbul, pirilər yazsın cavanlar üçün yenə bir tazə söz. Əliağa Vahid yaradıcılığının xalq tərəfindən bu qədər sevilməsinin bir sirri də onun misralarının musiqi ilə ayrılmaz vəhdətindədir. Vahid elə bir sənətkardır ki, onun qəzəlləri sanki kağız üzərinə deyil, muğamın və təsniflərin ritminə yazılıb. Azərbaycan musiqisinin klassik nümunələrindən sayılan onlarla mahnı və təsnif məhz onun sözləri ilə nəfəs qazanıb. Gözəllər içrə səni ey mahi parə bir dənəsən. Sevgilim, el bilir mən əhli dərdəm. Vətən yaxşıdır kimi ölməz əsərlər, Vahid poeziyasının musiqi dili ilə yenidən doğulmasıdır. Onun qəzəlləri xanəndələrin dilində şeirdən muğama, muğamdan isə xalqın yaddaşına köçən əbədi nəğmələrə çevrilib. Bu nəğmələr təkcə keçmişin sədası deyil, həm də gələcək nəsillərə ötürülən mənəvi bir körpüdür. Gözəllər içrəsən ey mahi parə bir dənəsən. Gözəllər içrəsən ey mahi parə bir dənəsən. Gözəllərin gözüsən zülfü barə bir dənəsən. Vahidin həyatı və sənəti o qədər rəngarəng idi ki, illər sonra bu ömür yolu Qəzəlxan bədii filmində yenidən canlandırıldı.
Onun hər kəlməsi, hər misrası bir fəlsəfə idi. Şirinə eşq oxuyan şir teki fərhadım olub. Eşqin icri ilə yananlar qolum qanadım olub. Tanrımız çünki əzəldən mənim ustadım olub. Xaliqə həmişə yar oldu bizim şairimiz. Xaliqə həmişə yar oldu bizim şairimiz. Vahid bədahətən söz demək sənətinin, meyxananın əsaslarını qoyan şəxsdir. Onun üçün qafiyə tapmaq yox, o qafiyənin içinə böyük bir fəlsəfə sığdırmaq önəmli idi. Məhz onun qoyduğu bu möhkəm təməllər sayəsində vaxtilə yalnız Bakı və Abşeron kəndləri ilə məhdudlaşan meyxana sənəti bugün artıq Azərbaycanın bir çox regionlarında böyük maraqla izlənilir və yaşadılır. Bakı Meyxana Məktəbi hələ də Vahid belə deyib misalları ilə yaşayır. Rinəhlik meyxanəyə canı dildən hörmət edir. Rinəhlik meyxanəyə canı dildən hörmət edir. Rinəhlik meyxanəyə canı dildən hörmət edir. Meydə xəta gəzmə nahaq, məclisi meydə ruhə bax. Nuş edək məntiq axtaraq, ölçüsünə diqqət edək, ölçüsünə diqqət edək. İçəri şəhərin sakit bir güşəsində, köhnə divarların əhatəsində qeyri-adi bir abidə ucalır. Bu sadəcə Əliağa Vahidin büstü deyil, bu Tunca həkk olunmuş bir şair taleyidir. Heykəltaraşlar Rahib Həsənov, Natiq Əliyev və memar Sənan Salamzadə bu əsəri elə bir ustalıqla yaradıb ki, şairin başı sanki nəhəng bir ağacın gövdəsidir. Diqqətlə baxsanız, onun saçlarının, qırışlarının və boynunun əslində insan fiqurlarından ibarət olduğunu görərsiniz. Burada Vahidin həyatı gizlənib. Onun iştirak etdiyi şeir məclisləri, dostları, doğma Bakı kəndlərinin insanları və təbii ki, o sadiq qəzəl qəhrəmanları. Heykəlin ən təsirli tərəfi isə onun köklərinin torpağa deyil, xalqın yaddaşına bağlı olmasıdır. İnsanlar bura sadəcə şəkil çəkdirməyə gəlmir, həm də Vahidlə dərdləşməyə, ona bir beyt şeir pıçıldamağa gəlirlər. Vahid elə bir şairdir ki, o daşda belə canlıdır. Çünki onun ruhu Bakının hər küncündə, hər muğamın nəfəsində yaşayır. Bugün Əliağa Vahidin zəngin ədəbi irsi Prezident Kitabxanasının fondunda ən dəyərli nümunələr kimi qorunub saxlanılır. Sevindirici haldır ki, bu miras artıq oxucular üçün daha yaxın və əlçatandır. Kitabxananın fonduna daxil olan Vahid əsərləri və onun yaradıcılığından bəhs edən nəşrlər yüksək keyfiyyətlə rəqəmsallaşdırılıb. İndi hər bir tədqiqatçı, tələbə və ya poeziya həvəskarı dünyanın istənilən nöqtəsindən kitabxananın elektron bazasına daxil olaraq şairin qəzəllərinin, satiralarının elektron versiyalarını mütaliə edə bilər. Bu, zamanın sınağından keçmiş Vahid sözünün rəqəmsal əsrdə də eyni təravətlə yaşaması və gələcək nəsillərə daha sürətli ötürülməsi deməkdir. Zaman keçir, nəsillər dəyişir, amma Vahid sözünün sehri heç vaxt azalmır. Bu sözlər illər sonra bir cəbhə xəttində bir igid əskərin səsində yenidən canlandı. Şəhid Xudayar Yusifzadənin ruh yanğısı ilə oxuduğu o məşhur təsnif Əliağa Vahidin misralarını ölməzlik zirvəsinə daşıdı. Vahid vətən yaxşıdır deyərkən bəlkə də heç təsəvvür etməzdi ki, onun qəzəli bir gün azad olunmuş torpaqlarda qələbə müjdəsinə çevriləcək. Bugün bu səs təkcə bir şairin deyil, həm də bir xalqın sarsılmaz ruhunun və vətən eşqinin simvoludur. Vahid də sağdır, Xudayar da. Çünki söz ölmürsə, o sözü yaşadanlar da əbədidir. Oxu qardaşım, oxu. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başımda dastana döndü, dastana döndü. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başımda dastana döndü, dastana döndü.